Salam dostlar. Xaricdə təhsil alan bir dostum məndən bir neçə gün əvvəl diskriminasiya mövzusu haqqında bir video çəkib ona göndərməyimi xahiş etdi. İlk dəfə nə zaman diskriminasiyaya məruz qalmışam, bu anda necə hiss etmişəm və bununla necə başa çıxmışam. Mən də bu videonu çəkərkən biraz düşünmüşdüm. İlk dəfə 10 yaşım olardı. Daha çox onda dərk etmişdim ki, mən artıq sosial bir ayrımcılığa məruz qalmışam. Çünki getdiyim bir şənlikdə bir oğlan uşağı məni göstərdi və digər dostlarını da ətrafına çağırdı. Onlar baxıb mənə güldülər. Başqa digər uşaqlar görmüşsə onlar da çağırdılar, güldülər. Və mən hansı hərəkət edəcəyimi bilmirdim. Zaman keçdi, bu diskriminasiyalar başqa formaları aldı. Universitet həyatım olsun, iş mühitim olsun, hər hansısa bir getdiyim təlimdə olsun, gönüllü fəaliyyətim olsun və s. kimi yerlərdə müxtəlif formalarda diskriminasiyaya məruz qalmışam. Yaxşı, bəs necə hiss edirdim? Doğrusu, necə hiss etdiyimin bir sözlə ifadəsi yoxdur. Sadəcə həqiqətən bunu yaşadığın zaman anlaya bilirsən ki, bu sənin nə qədər iç dünyanı məhv edir. Ağır bir depressiyaya düşürsən, bununla mübarizə aparmalısan. Başqaları ilə başa çıxmağını anlayırsan ki, artıq sənin mübarizən yaşadığın bu şeylə deyil, özünün artıq necə bunun öhdəsindən gəlməklə bağlı deyil, bu məsələ böyüyür və sən artıq insanlarla mübarizə aparmalısan, onların düşüncələri ilə mübarizə aparmalısan. Bir savaşa çevrilir, belə düşünün. Və bunun savaşa çevrildiyini anladığın zaman özünə bir söz verirsən ki, mən heç kəsdən fərqli deyiləm və mən artıq bir şeylər etməliyəm. Bəli, elə bunu başa düşdüm. Bu savaşla necə mübarizə apararam, necə edə bilərəm? Təhsil almaq. Əlimdə çox gözəl bir şans var. Hansı ki, Tanrının mənə verdiyi yaxşı bir beyin var və mən bunu istifadə edə bilərəm. Bu yolda inkişaf etdirə bilərəm. Bəli, fiziki məhdudiyyəti olsun, fərqliliyi olsun, yəni buna necə bir ad vermək istəyiriksə artıq. Həmin şəxslər ilk növbədə təhsil almalıdır, mütləq bir peşəyə sahib olmalıdır, özünü cəmiyyətdə sübut etməlidir. Sən əgər özünü cəmiyyətdə bu formada təhsilinlə, işinlə, sosial statusunla sübut etdikdən sonra insanların səni qəbul eləməsi daha asanlaşır. Sənin fikirlərinə daha çox dəyər verirlər. Oxuduğun kitablar olsun, bunlar sənin artıq sosial statusuna təsir edir və insanlar sənin fikirlərinə önəm verir, sənə dəyər verir. Məhdudiyyətli uşağı olan valideynlərə tək demək istədiyim, mütləq şəkildə övladlarını sosiallaşdırmaqları, mütləq şəkildə təhsil almaqları və peşə vermələridir. Ola bilər ki, universitet təhsil ala bilməyər və həmin insanın potensialı yoxdur universitetə qəbul olmağa, ancaq yaxşı peşələr var ki, həmin peşələrə yiyələnə bilərlər. Mən təhsildə gördüm mübarizəni, yəni bununla başa çıxmalı. Bəs siz nə düşünürsünüz? Diskriminasiya mövzusu haqqında. Siz xatırlayırsınızmı ən son nə zaman kimə diskriminasiyaya məruz qoymusunuz? Elə bir hərəkət etmişsiniz ki, və ondan peşmansınız. Nə düşünürsünüz diskriminasiya mövzusu haqqında? Fikirlərinizi zəhmət olmasa şərh hissəsində qeyd edin.